kimi ağırlaşması var, onu deyim birinci. Sizdə diaqnoz angulyar pregnans. Bu nədir? Uşaqlığın bucağında olan hamiləlik. Mən sizə bunu da göstərəcəm. Elə bir daha rahat izah edə bilim deyə. Bu uşaqlıqdır. Uşaqlığın bu küncündə sizdə bu küncdədir. Sağ tərəfdə səhv eləmirəmsə, sağ tərəfindədir deyəsən. Yəni küncündə yerləşir. Baxın, elə bir ki, borudan ki, gəlir, açılır uşaqlığa, ismifal hissədən uşaqlıq hissəsinə. Normalda biz hamiləlik görürük uşaqlıq daxilində. Sizdə buranı boş görürük, ancaq bu küncdən görürük hamiləlik. Əgər hamiləlik böyüdükcə, burada müəyyən qədər ciftimiz miqrasiya eləyir, yəni hamiləlik böyüdükcə. Miqrasiya eləyərsə uşaqlığın daxilinə doğru, o zaman hamiləlik böyüyəndə uşaqlıq daxilində böyüdüyü üçün problem olmayacaq. Amma yox, biz izləyib baxırıq, əgər ki, müəyyən bir həftələrdə yox, görürük ki, elə genişləmə, böyümə burada gedir. Bu böyümə burada gedərsə, uşaqlıq o qədər nazilir ki, yırtıla da bilir. Güclü qanama da verə bilər, birdən-birə açılış verə bilər və ən çox bizi narahat edən heç açılış yox, uşaqlığın yırtılmasıdır. Bu da sizə ilk hamiləlikdir. Yəni, müəyyən qədər, yəni siz riskli hamilə sayılırsınız. Bunu biz sizi qorxuzmaq üçün demirik, sadəcə bilməliyik ki, belə bir problemimiz var. Bunun çözüm yolu nədir? Əgər ki, görsək miqrasiya eləmir, o zaman götürülməlidir uşaq ki, yəni bizim sonradan uşaqlığımızda problem olmasın, yəni normal hamiləlik axıracaq. Amma bəzən də olur ki, belə bir halda. Növbəti həftələrdə baxırıq ki, artıq uşaq böyüdükcə uşaqlıq daxilini doldurur. Belə olanda izləyirik, baxırıq. Yenə də nəzarətdə normal hamiləlik axıra çatdırır.